Dövlət Akademik Filarmoniyasında Bülbül adına orta ixtisas musiqi məktəbi şagirdlərinin konserti keçirilib. Dünya Azərbaycanlılarının həmrəyli günü və yeni ilə həsr olunan bayram konsertində məktəbin simfonik orkestri yerli və xarici bəstəkarların əsərlərini səsləndirib. Xalq artisti Teymur Göyçayevin bədii rəhbərliyi ilə Üzeyir Hacıbəylinin Koroğlu operasına uvertura, Antonio Vivaldinin 2 fleyta üçün konserti, Johann Sebastian Bach'ın fortepiano və orkestr üçün konserti, eləcə də dünya bəstəkarlarının digər əsərləri ifa edilib.